Hörmətli Azərbaycan xalqı. Görürsünüz də bu söhbətlər gedir. Mən axtarışlar apardım ki, bu mehman belə cürətlə bu işi həyata keçirməsində, yəni əsas məsələ bunun arxasında dayanan adam kimdir? Belə buna, yəni ki, İlhamın magiya şeyi var da, dəstəsi var. Yəni magiçki orada rituallar, zatlar eləyirlər. Mehmana qarşı istəyirlər ki, onu necə deyərlər, məhv eləsinlər, vursunlar, öldürsünlər. Və internetdə axtarış apardım, baxdım, gördüm ki, sən demə, bu mehmanın arxasında dayanan güclü, bizim elə yaxın tanıdığımız adam Elman bəydir. Bax, görürsünüzmü Elmanı? Baxın, görürsünüzmü? Yəni, necə məsələn üçün bu mehmana görə, məsələn üçün azadlıq zadı o vaxtı mehman tutulanda, sən demə, köhnədən bunun arxasında dayanan, yəni Elman bəydir. Yəni o Fransada, yəni ki, o Magitski çox güclü hər şeyləri bilir. Yəni özünüz də görürsünüz, yəni ki, və yəni çox olduqca möhkəm, yəni ki, bunların arxasında dayanıbdır. Halal olsun, halal olsun. Ki görünən qədər Elmanın Magitski ritualları güclüdür ki, yəni şeyə qarşı necə deyərlər, baxın da bu Elmandır. Yəni ki, görürsünüzmü? Yəni ona qarşı heç İlhamın magistrləri heç nə eləyə bilmirlər, həqiqətən də. Çox belə olduqca möhkəm, baxın da, görürsünüzmü? Yəni, mən belə şeylərdən mənim başım çıxmır elənsin, amma ki, çox olduqca yaxşı ritual işlər aparır. Yəni ki, o şeydə də olubdur, necə deyərlər, o İsrailə də gedir, gəlir, orada da ekstra seans, yəni ki, hakimiyyətin, yəni ki, o içərisində olan ekstra seanslar, yəni ki, Ermana qarşı heç nə eləyə bilmirlər. Halal olsun, həqiqətən də özü də deyib ki, mən Qabilin, Elşadın da arxasında, yəni ki, bir dağ kimi durmuşam. Bax, Qabilin də, yəni görürsünüzmü? Yəni, bu halal olsun ona, halal olsun. Valla mənim də arxamda bir Magitski olsaydı, mən elə İlhamın elə bir çox poxlarını açıb qoyardım ortalığa, daldan necə çöpləndirir, necə şey deyir, adı nədir? Görürsünüzmü? Ona görə də ay millət, başa düşmək lazımdır. Bu alə çox alçaq, oğraş alədir. Olduqca çox mındar, iğrənc alədir. Bu aləni məhv eləmək lazım. Bax, 15 ildə Allah saxlamış Elşad mübarizə aparır, öz haqqından bir köpük pul ona vermirlər. O Hacı Nehrəmlini tutabırı, əksinə Hacı Nehrəmlini çağırırlar, ondan pul alırlar. Amma Elşadın pulunu vermirlər. Qabilin pensiya pulunu, yoldaşının pensiya pulunu, yəni indiyənəcən Azərbaycan, yəni ki, bu rejimi, bu hakimiyyəti, indiyənəcən onun o pulunu qaytarmırlar, vermirlər. Baxıb görürsünüzmü? Amma qəhbəni, faşəni, ağzına alan, çalan ki, soska soğuran, onun Azərin şeyini soğurur, Sergeyin şeyini soğurub, nə bilim, da Axrananın zadın şeyini soğuran isə gətirib ona bəylərin əlindən villasını alıb verirlər buna. Ala bu Heydərdir ki, dibilin dibilidir oğraş köpək oğlu. Gedib qəhbə alıb gətirib, onun bunun şeyini, soğranı gətirib qoyubdur, döşünə əmir, bunu döşünə sürtürlər, bu da götürür onu əmir. Dodağını öpür, ağzına verirlər, bu da götürür o dodağı soğurur, mosalayır. Mən hələ özümə gələnməmişim bu əsəbdən, gərginlikdən. Ola bu qəhbəni sən Azərbaycan lediz eləməksən, oğraş, hələ durmusan da ki, müəllimləri qarşı, qazilərə qarşı düşmənçilik eləyir. Kim ki bir kəlmə söz deyir haqqı uğrunda, pensiyasından istəyir, uşaq pulu istəyir, qazi gəlir orada deyir ki, mənim ayağım yoxdur, filandır, mənə pensiya lazımdır, deyirlər cəhənnəm olur, hər şey alönanındır. Belə şey olar abalam, hə? Sərhədləri bağlayıbdır, cəmaat heç yeri gedib gələ bilmir. Hər şeyə millətimiz həsrət deyə, qara kürüdən tutmuş, necə deyərlər, kartovdan, makarondan, balıqdan, ətdən, hər şey həsrət, cəmaatı zildət içinə salıb, zülüm içinə. Başa düşün, Gədəbəydə gördünüz də bu oğraş neynədir? Durub haqqınız adını istəyən yaşlı ana bacılarımız var idi orada. Durdular bir şey istədilər, onların gözünə istiyot səpələdi. Belə oğraş deyə bu. İmişidə görürsə onda 5 uşağı o qayışlik vurmuşdu da. 100'e yaxın
mərd, cəngavər oğlanları apardılar. Bir dənə polis maşınının qabağında səcdiyə qoydular. Bunlardan siz nə gözləyirsiniz? 14-15 yaşında uşaqların aparıb orqanlarını satırlar. Ya da aparıb onları zorlayırlar. Özləri də bu uğraşa adam əti yiyirlər. Bir qeyrətlər, cındırırlar bu uğraşlar. Yəni bunlara qarşı ayağa, təşkilatlanıb ayağa qalxmaq lazım deyə mənə düzgün başa düşün. Nə qədər Azərbaycan kişiləri zatları SNG-də, Rusiyada zatda gedirlər, çörək pulu qazanma. Oradan da tuturlar, ona basırlar döyüşə. Baxın, nə qədər insanlar ölüblər, nə qədər cəngavər oğlanlarımız gediblər, Ruslara görə ölüblər, hə? Və bunu tutarmaq lazımdır, bunun qabağını almaq lazımdır. Biz istəyirik Azərbaycanda yaxşı həyat yaradaq, gözəl həyat yaradaq, sistemi dəyişək. Bax, Qabildir, mənəm, Elşaddır, Orxandır, necə deyərlər, Mirzəlidir, Manafdır. Yəni biz istəyirik Azərbaycanda dəyişiklik elə. Bu dəyişikliyi də bunlara qan tökmək lazımdır. Çünki bunlar qanla gəlib, qanla da gedəcəkdir. Ona görə bu döyüşə hazır olmaq lazımdır. Təşkilatlanmaq lazımdır ki, buna son qoyaq. Azərbaycana yeni texnologiyanın gəlməsi, sərbəst biznesin olması, kənd təsərrüfatının artırılması, maldarlığın yüksəlməsi, yəni ki, başa düşürsünüzmü? Hər şeyi həyata keçirmək üçün bu rejimi məhv eləmək lazımdır. İnanın ki, biz elə bir yerlər açacağıq ki, bütün Azərbaycan xalqı buracan pul qazanacaq. Villalar tikəcək özü üçün, nəvələri üçün. O uşağı nəyə böyüdürsünüz, hə? O uşağı nəyə böyüdürsünüz ki, o uşaq durub hambal olacaq və sizə qayıdıb nə deyəcək? Deyəcək ki, ay ata, məni nəyə böyütmüsən ki, mən durub qəhbəli eləyim, qız uşağı mı deyəcək sizə də? Məni bir faşə eləmək istəyirsiniz. Oğlunuz nə deyəcək? Məni istəyirsiniz ki, aparıb qoyasınız ki, mən hamballıq eləyim, bir qeyrətli eləyim, alçaqlıq eləyim, nə bilim, nökərçilik eləyim bunlara. İnstitutlar hamısı pılı inandı, hər şey. Dövlət qazanc, dövlət xalqın qulu olmalıdır, dövlət xalqa qulluq eləməlidir. Məni düzgün başa düşün, məmur xalqın nökəridir, quludur. Bunu anlamaq lazımdır hər bir kəsəyə, dərk eləmək lazımdır. Biz döyüşməsək, biz ölürük, məhv olacaq bütün Azərbaycan xalqı. İstir Avropada olanlar olsun. Burada doğulan uşaq artıq Azərbaycan adlı şeyi qanmır və qanmaq da istəmir. Mən bunun şahidi olmuşam burada, görmüşəm bir çox uşaqları, ailələrin uşaqlarını. Mən sizə həqiqəti deyirəm. Gəlib burada öz dövrüvəcən sən ancaq Azərbaycan deyib, ölüb gedəndən sonra yerdə qalan uşaqlar Azərbaycan deməyəcək. Maraqlı deyil. Prosərdə işləyəcək, hədə bu Azərbaycandır da, hardasa olubdur. Atam bizi qaçırdıb, gətirib bura ki, ölməyək orada. Başa düşürsünüzmü? Ona görə hamı döyüşə hazır olsun, təşkilatlansın. 1 nəfər olun, 3 nəfər olun, 50 nəfər olun, 10 nəfər olun, 7 nəfər olun, fərqi yoxdur. Təşkilatlı olun ki, biz əmr verəndə bizlə bərabər bundan hamısının boğazını üzək, bütün sistemi dəyişək. Başa düşürsünüzmü? Bu Rusiyanın kuratorluğundan bunu çıxartmaq lazımdır Azərbaycanı. Baxın da nümunədir bizim üçün Anglo-Saksonların apardığı siyasət. Singapuru görürsünüz, Katarı görürsünüz. Katarda hər bir ərəb evində otura ayda $1500 gəlir ona. İşləməyə. Niyə? Neft satılır, neftin pulundan gəlir. Biz də bunu həyata keçirtmək istəyirik də. Biz də bunu həyata keçirtmək istəyirik ki, Azərbaycanın yeraltı, yerüstü sərvəti bağlanan müqavilələrdən hər bir Azərbaycan vətəndaşının orada faizi olsun. Orada xeyri olsun, gəliri olsun, sərbəst biznesi olsun, gedib pul qazana bilsinlər, həyat qura bilsinlər, Azərbaycan çiçəklənsin, yeni texnologiyalar gətirək. Bunu dəfələrlə sizə mən deyirəm. Biz sistemi dəyişmək istəyirik. Ona görə də hazır olun, hər biriniz döyüşə hazır olmalısınız. Oldu, Allah əmanəti, Allah əmanəti.